Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti video və növbəti videonun səbəbkarlara keçməmişdən öncə deyim ki, artıq hiss edirəm ki, heç kəs axıra kimi videolara baxmır. Ona görə də öncədən deyim ki, burada təqdim olunan, nümayiş olunan səbəbkarların əksəriyyətinin, belə deyək, satış saytları bu videonun altında olan ayarlar bölməsində keçidlər olur. Hansılar ki, tapa bildim və yaxud özüm əldə etdim. Tapa bilmədiyim kimsə, misal üçün, test üçün təqdim edilibsə, onu artıq mən çalışıram internetə adını yazıb, tayp edib, tapıb və keçidi yenə də saxlamağa. Amma qalan bütün hallarda çox üzrlü sayın ki, keçidlər olmur. Amma çox vaxtı keçid ola, misal üçün hansısa bir 140 və yaxud hər nəyinsə, yenə də soruşurlar ki, bəs hardan alırsınız, hardan necə edirsiniz? Diqqətli olsanız, yəni axıra kimi videolara baxsanız, görəcəksiniz ki, mən deyirəm ki, videonun altında, ayarlar bölməsində, burada təqdim olunan deməli, səbəbkarları, alətləri, ekipmanların deməli, satış saytlarından keçid olur. Və ümumilikdə video getdikcə mən deyirəm ki, filan yerdən aldım, yəni mənə elə ki, kifayət edir, misal üçün. Nəysə, gəlin keçəyin əsas səbəbkarlara. Əsas səbəbkar olacaq bizdə bu günləri, əsas deyəndə səbəbkarlardan biri. Deməli, Ameganı deyirəm, Prarasa'nın deməli fırçasıdır. Elə donuz qılından olan, artıq suya qoymuşam, amma bunu belə çevirsək, deməli Praraso zaten fırçası kimi satılır satışda, amma Amega'dan sifariş edib və Amegan fırçası da əslində. Yəni, hər iki brend İtaliyanın da yəqin bir-birinə əl tuturlar. Belə, deməli, və bu fırça, öncədən deyirəm ki, bizdə bir marketplace adlı application'da yəni sifariş edə bilərsiniz. Praraso fırçası yazsaz, Praraso deməli, malları vırsaz, oradan onların arasında bu fırçanı tapa bilərsiniz. Yenə də videonun altında ayarlar bölməsində keçid olacaq. Növbəti iştirakçı deməli olacaq bizdə Yagi'dən aldığım belə test üçün, dələnmək üçün belə bir sabundur. Adı yoxdur. Yəni ki, bircə belə bir şəkil kimi nəysə var. Bir ad burada görmədim. Qoxusu qəşəngdir, belə xanımların hansısa parfümün ətri gəlir, belə yüngül qoxusu var. Qoxu, belə deyək, çox incə, nazik xanımların qoxusu kimi bir qoxu verir bu sabun, amma çox xoşa gələn bir qoxudur. Ona görə bunu bir qaşıqla götürüb, belə azca alınmadı, çox alındı, amma yenə də normaldır bu qədər. Götürür həmişə kimi bu qabın dibinə bunu yapışdırırıq. İstəyirəm, qaşıq qoyum aşağı. Budur. Tez bir zamanda belə. Deməli, niyə görə bunu əzirik altında? Yəni, misal üçün, elə adamlar var ki, bunu birbaşa üzünə çəkirlər, çünki yumuşaq sabundur və onu etmək olacaq. Bəziləri götürüb bunu hələ bu fırçanın arasına salıb, qaşıqdan belə götürüb, sonra onu üzdə köpükləndirirlər. Mən biraz uzun yolla gedirəm, qabda köpükləndirib, sonra üzə çəkirəm. Yəni, kimsə düz eləmir, mən düz edirəm, yəni bu söhbət məncə həm yeri yoxdur, həm öz yolu var. Bu, belə deyək, klasik tıraşın, belə deyək, bu prosedurun ardıcıllığı və dəhəri hərə özü üçün necə ona uyğundur, elə də seçir. Belə yapışdırdıq, üstünə azca su alırıq, çox az miqdarda. İsti su alaq, çox qaynar olmaz, çünki artıq çox qaynar olanda deməli sabunun o bəzi xüsusiyyətləri yoxa çıxır, yəni biləsiniz. O 100 dərəcəli suyu bura yəni ki, almağa ehtiyac yoxdur. Azca görə biləcəksiniz, bu qədər su var, çox az.
Belə deməli sabunla işimizi bitirdik. Sonra aftershave kimi bizdə olacaq deməli Men's Master Professional Barber Cosmetics. Belə bir brenddir. Bizdə bir marketdə, yəni Uniqo'da keçmiş aldığım bir aftershave'dir. Çox qəşəngdir. Ətri superdir. Deməli ətrin burada həm yazı formada var. Bilmirəm rozmarin necə olur, amma yəni ki burada yazılıb ki rozmarin and biber for all skin type. Bütün növ dərilər üçün. Artificial, yəni ki təbii olmayan bunun qatqı hansısa rənglər də yoxdur. Yəni öz rəngidir. Bunu yəni bu qablaşdırmadan çıxardaq. Budur. Plastik qablaşmadır. Bircə xoşa gəlməz hal budur. Qalan bütün belə deyək, xüsusiyyətləri çox xoşuma gəldi. Qoxusu, performansı falanı çox qəşəng aftershave-dir. Qış ayları üçün idealdır. Niyə? Çünki tərkibində alkohol, spirt yoxdur. Çox qəşəng qoxusu var. Çox qəşəng, xoşuma gəlir. Bunu qoyuruq qırağa və davam edirik. Və əsas səbəbkar bizdə olacaq yoldaşlar. Belə bir Yagi adlı deməli müəssisəyə aid olan başlıqdır. Deməli bu Yagi bunun adını təqdim etməyib öz saytlarında. Bu başlığın ona görə yalançı çıxaram bunun adı nə gedir, amma deyə bilərəm ki bundan öncə bir video tıraş oldu. Deməli köhnə Gillette Old Type adlı başlığını test elədi. Məhz bu sapdan, sap da deməli bizdə burada Shield şirkətinin sapıdır. Çox qəşəng miniatür, belə adamın deməli əllərində çox qəşəng qalır. Özü də yüngül. Məhz bu başlığa da uyğundur. Çünki başlıq kifayət qədər yüngüldür ki, deməli bunun bu tarazlanması ağırlığı keçsin başlıq tərəfə və yaxşı qalır tıraşlama. Deməli başlıq haqqında Gillette Old Type adlı deməli başlığın videosu olub bizim kanalda. Ona oxşadıblar. Üstə gəl Merkur 15C də birə-bir buna bənzəyir. Ya da bu Yagi'nin bu başlığı Merkur 15C və yaxud da 25C modellərin başlığı birə-bir buna bənzəyir. Deməli, tiyə olaraq bizdə bu illəri birinci istifadədə Gillette Platinum olacaq. Niyə görə Gillette Platinum seçdim? Ki, yenə də bizim əziz həmvətənlərimiz bunu əldə edə bilsinlər. Bizdə Bakıda bir çox deməli satış nöqtələrdə, xırdavat dükanlarda ən çox satılan tiyələrdən biridir Gillette Platinum. Performansları çox stabildir. Yəni ki, o qutudan qutuya fərq söhbəti yoxdur. Üstə gəl kifayət qədər deməli kəskindilər, itidilər və qəşəng tıraş bəxş edirlər. Deməli, iki növ olur bunların, bu tiyələrin bildiyim qədər. Bilmirəm, bu Gillette Platinum tiyələr haqqında bizdə kanalda video olub olmayıb. Amma qısaca deyim ki, deməli, bunların iki növü olur və lazer yazı ilə Gillette Platinum yazısı var burada. Super Stainless, yoxsa yox, Gillette Platinum söhbətidir. O birisi üzrə heç bir yazı olmur. Yazı bir tərəfdə olur. Bir də üstə gəl Gillette Platinum olur. Burada deməli çernillə yazılar, yəni qara yazılarla olan. Yəni ikisi də eyni müəssisəyə aiddir. Sadəcə olaraq onların o buraxılış illəri fərqlidir. Budur. O da yenə də təsir etməməlidir tıraşınıza. Niyə? Çünki müasir bu tiyələr xüsusi örtüklərlə örtülür ki, paslanmasın və tiyə uzun müddət öz keyfiyyətini saxlasın. Düzdür, hardasa 20-30 il saxlasanız, hansısa mən bir belə deyək, bu şəraitdə öz deməli keyfiyyətini, kəskinliyini itirə bilər. Amma qalan bütün hallarda çox vaxtı deməli itilik uzun illər, hətta misal üçün mən bir dəfə qırxmamışdım. Yalançı çıxaram, amma bilirəm ki, yəni bir neçə nəfər var ki, bu blogerlər hansısa retro bir tiyəni hardansa tapırlar
misal üçün 70-ci illərin bir tiyəni götürüb test edirlər və inanın ki, indiki müasir tiyalərdən heç də deməli geri qalmır. Burada deməli bir dənə əmma var. Bu ki, sinkaloy başlığıdır. Yəni sinkaloy əriməsindən əridilib formaya, bir sözlə əriməsindən düzəldilən üz qırxandır. Burada bir məsələ var. Bir tərəfdən biraz çox çıxır, bir tərəfdən biraz az çıxır. Bu kimi məsələ var. Ona da fikir verməliyik ki, tən ortasını tutsun. Məncə təxmini normaldır, yaxşıdır və sıxırıq. Sıxdıq. Budur. Deməli, tıraş aləti dedik. Yaginin deməli başlığıdır. Niyə görə bu videonu bugün çəkirəm ki, o bizim bundan öncəki videoda çəkilən deməli Gillette Old Type adlı başlıqla müqayisə edək. Bu yaxın keçmişdə baş verib həmin tıraş və belə təəssüratlar hələ ki belə deyim çox yaxın keçmişdə olduğuna görə yaddaşımda qaldı deyənə. Düşündüm ki, tez bir zamanda bununla da üzümü qırxım ki, görək nə kimi hisslər hiss edəcəyik. Satıcı deməli Yagi saytında, saytı yox, AliExpress'dədir. Onların deməli bu başlıq haqqında informasiya, spesifikasiya baxanda bir nə adı var, nə sanı var, familiyası var, heç nə yoxdur. Bircə yazılıb ki, yəni açıq başlıq xromla örtülmüş və qarışdırırıq. Və bircə bir belə deyək də, maraqlı olan bir informasiya odur ki, 0.2-dir qəpi, çox xırda bir qəpdir. Amma gözlə görünmür o qəp, çünki video var. Bunları müqayisə edirəm. Gillette Old Type-dan qısa bir video çəkmişəm. Bilmirəm, təqdim elədim, etmədim. Ən azından ardıcıllıq elə olacaq. Birinci o videonu görəcəksiniz, qısa videodur. Ondan sonra bu mənim tıraş. Gördüyünüz kimi, deməli donuz qılından olan bu fırça görün nə tez bir zamanda köpüyü yaratdı. Artıq çox yaxınıq ideal bir şəkildə köpüylə əmələ gəlməsinə. Demək olar ki, hazırdır. Hətta biraz mən bura su alıram ki, biraz köpüyümüz bol olsun. Və köpüyü çox da belə deyək, həm suyu keçsin biraz da fırçaya, yəni quru alınmasın, biraz belə deyək, sürüşkənliyi falan köpüyün artsın, amma gördüyümüz kimi sıxlıq yenə də öz yerindədir. Köpük qəşəng köpüydür yəqinin. Qoxu çox incə, belə nazik bir qoxusu var. Xanımların parfüm qoxusuna oxşayır, amma onu da qeyd edim ki, deməli sabunlarda belə bir xüsusiyyət və bir əksəriyyət sabunlarda bu mövcuddur. Artıq köpük halına keçəndə qoxu yavaş-yavaş artıq yoxa çıxmağa başlayır. Yəni hələm-hələm sizin deməli burnunuz onun qoxusunu tutuzdura bilməyəcək. Burada hələ ki yox, azca var. Mən tez bir zamanda üzümü nəmləndirirəm, yaxalayıram və qayıdıram yanınıza. Budur yoldaşlar, hazıram mən. Tez bir zamanda köpüyü çəkək üzümüzə. Budur yoldaşlar, demək olar ki, hazırıq və davam edirik. Biraz istadaq. Bu bizim üz qırxanın isti suyun altında ki, biraz temperaturunu dəyişsin. Hayır, səhv
etmirəmsə, bu mənim birinci tıraşımdır, bu üz qırxanla. Və görək performansı necə olacaq. Deməli, səbəb nədir ki, o Gillette Old Type-la yəni ki, müqayisə edək. Bunların arasında nə kimi fərqlər var tıraş zamanı. Öncə biraz bunu belə edək. Davam edirik. Deməli, yoldaşlar, gördüyünüz kimi kifayət qədər belə deyək, effektiv qırxdır. Bütün bu deməli daraq tipli tehvarilərə aid olan problem bunda da var. Uzun deməli saqqal olanda, qıllarınız olanda ilişir burada yığılır tiyənin altında və tez-tez yaxalanmalı olursunuz. Çünki o köpük yönəldən belə deyək, kəsilmiş bu aralığı yoxdur deyənə yığılır hamısı tiyənin altına. Davam edirik, keçirik o birisi tərəfə. Mən indi bu biri tərəfi qırxanda çalışım sizə nümayiş edim. Yəni əlimi götürmədən belə deyək. Buranı, aha. Görün nə qədər effektivdir. Burada kənarda ilişir, burada artıq saqqalın deməli sıxlığı çox böyükdür. Bütün üz qırxanlar orada ilişir. Və davam edirik yoldaşlar. Deməli, burnunun altı dodaqlar görək. Məncə birinci pərdəni bununla da tamamlandırdıq və nəticə yoldaşlar DFS-dən çox uzaqdır. Hiss edirəm ki, artıq deməli bizə 2 yox 3 deməli pərdə lazım olacaq və köpüyü keçir üzümüzə.
Budur yoldaşlar, deməli 3-cü pərdə, ikinci pərdəni deməli tamamladıq. Çəpinə qırxdım və 3-cü son pərdə düşünürəm ki, tıraşı onunla da yekunlaşdırarıq. Burada məndə biraz soğuq dəymə var dodağımda. Biraz zədələndi, qanıyır, üzürlü sayın. Və budur yoldaşlar, son və sonuncu pərdə, ümid edirəm. Deməli, böyümənin əksinə, deyəsən, özümü çəkmirəm, 1 sekundla üzürlü sayın. Biraz kameranı oynadacağım. Hiss edirəm ki, bu məni çəkmir. Yəni, tıraşımızı görə bilirsiniz. Mən də hər dəfə yaxınlaşmalı oluram. Budur. Davam edək. Aha, davam edirik. Deməli, böyümənin əksinə. Budur yoldaşlar, deməli 3-cü pərdə də sona yetdi. Görək baxaq, nəyimiz var, nəyimiz yox. İstəyir. Burada biraz da qırxmaq olar, tez bir zamanda. Budur, mənə elə gəlir ki, bununla da yekunlaşdırmaq olar tıraşımızı və mən çox qısa bir zamanda eynəyimi, mikrofonumu çıxardıb qayıdıram yanınıza, üzümü yaxalayıram. Tez bir zamanda. Deməli, budur yoldaşlar, geriyə qayıtdım, yenə də sizindəyəm. Və ki, bu kameranın çəkilişi heç xoşuma gəlmir. Gəlin, keçək bizim avtoşeyimizə. Men's Master adlı. Yanınızda saxlayın, zahiri görünüşcə. Deməli, çox qəşəng bir fokuslama. Gözlərim də görür, bilmirəm, siz görə bilirsiniz. Qəşəng avtoşeyidir. Bir-iki dəfə artıq istifadə etmişəm. Qoxusu sadəcə olaraq adamı, elə deyək,
Efariya halına salır. Tez bir zamanda üzümüzə çəkək. Spirti yoxdur yoldaşlar. Nəticə belə yağlı nəysə var tərkibində, spirti yoxdur. Çox gözəl. Deməli, rozmarin və biber. Çox xoşuma gəldi bu qoxu. Çox qəşəng. Çox əla bir tiraj alındı yoldaşlar. Mən fikrimcə deməli 3 pərdəyə biz nail olduq bu nəticəyə. Deməli nə deyə bilərəm iştirakçılar haqqında? Aftershave gözəldir, spirtsizdir, yəni ki qoxusu da çox qəşəngdir. Dəriyə qarşı kifayət qədər fokuslandıq. Mülayimdir, yəni qəşəngdir, xoşuma gəldi. Heç bir belə yanma, yaxud belə iynə batma söhbətlər olmadı. Tıraş özü də kifayət qədər belə deyək, komfortlu keçdi. Onu da deyəcəyim, sabun, köpük və fırça ideal. Yəni bir dəfə də tıraş olunmaq olar mən düşünürəm, mənim fikrimcə. Budur, sabunun qoxusu artıq deyirlər ki, yoxa çıxıb. Yəni ki, yəqinin sabunları elələri var ki, qoxusu uzun müddət belə qalır. Bunda çox incə bir qoxu var. Elə sabun performansı gördüyünüz ki, çox super idi. Tez bir zamanda bizim bu Omega fırçamızın performansı gözəl oldu, xoşuma gəldi. Yəni ki, çox qəşəng performansı var. Qiyməti və qiyməti bizdə deyəsən bu 25 manata, 24 manata nədir? Amma endirimlərə düşəndə 19-a 20-yə qalmaq olar. Bu pulu vermək, verməmək dəyər, dəyməz. O məsələni artıq özünüz qərar verin. Yəni mən sizə mütləq alın, nə bilim nə və yaxud bu Praraxonun bu Omega fırçanı reklam etmirəm. Yəni mən bunlardan heç nə qazanmıram. Sadəcə olaraq deyirəm ki, faktdır. Qiyməti və performansı başqa belə deyək, brend fırçalara baxanda pis deyil, yaxşıdır. Amma var, bu deməli xrom rəngindədir, düzdür, bunun bu sapı. Eyni bu boyda, bu ölçüdə, bu formada Omega'nın fırçaları olur. Deməli sapları qırmızı, ağ, bilmirəm, qara rənglərdə. Biraz bunlardan ucuzdur. Tapa bilsəniz hansısa marketplace-də olsun o Trendyol və yaxud hansısa xarici bir marketplace-dən. Mən bizdə 28-də də görmüşəm bu Omega deməli fırçaları. 28 may Peron tərəfdə bir 3 il bundan əvvəl, 2 il bundan əvvəl görmüşdüm. Aldım da, deyəsən, məndə indi burada yoxdur, mən deyəsən onu rayona apardım, orada saxladım. Çox qəşəng fırçadır, performansı qəşəngdir. 12 manata nə qədər neçə belə aldım mən. Biraz ucuzdur, deməli 8 manat qabağa düşdüm. Bu Praraxoya nisbətən. Xoşuma gəldi. O da eyni bu performansa malik olan, donuz qılından olan fırça idi, pis deyildi. Deməli, aftershave haqqında danışdıq, sabun haqqında danışdıq və əsas səbəbkarımız deməli bu 140-an. Bu 140-an haqqında nə deyə bilərəm? Yəni dəqiq bilirəm ki, Gillette Old Type kimi deyil. Yəni ki, burada bu xırda 2 çapı bunlar heç. Bunlar çıxıntılar var idi, onları kəsdik, bir də burada biraz. Onlar yəni çox xırda, bir də burada məndə deməli soğuq dəymə var. O biraz onsuz da qanayır dəqiqə başı, biraz indi bir də qanadı. Qalan yəni ki hiss etdirir, yəni bu bütün deməli açıq daraqlara xas olan bir xüsusiyyətdir. Yəni ki necə deyirlər ona, taktil belə idarə etmə söhbəti var burada ki o tiyəni siz daimi hiss edəsiniz və taktil olaraq bucağı seçirsiniz. Bucaqdan asılı olaraq o taktil ağrı hissləri idarə edə bilərsiniz. Yəni, bu kimi
belə deyim, müsbət bir hal var bu hiss etməyinin üzrə, yəni bu kimi açıq komp başlıqlarda. Old Type-dan fərqli olaraq kifayət qədər bir 2 dəfə geridədir effektivliyə görə. Çünki Old Type, Gillette Old Type adlı o köhnə 1920-ci ilin üz qırxanı bundan yaxşı performansı, yəni ki, nəticə olaraq o bu Yaginin başlığından öndədir. O həmin o Gillette Old Type. Yəni çox effektiv idi. Bu belə deyil. BBS alındırdıq, amma 3 pərdəyə üstəgəl axırda da biraz bu çənəmin altını qırxdım və nə qədər çox siz belə deyək pərdə edirsiniz, o qədər o belə deyək dərinizin özünü qorumaq qabiliyyətini azaldırsınız. Artıq 4-cü də pərdə də etsəm artıq qana bulaşır üz. Bu kimi hal olmasın deyənə nə qədər minimum pərdə etdiniz, hərəkət etdiniz, o qədər dəriniz sağ qalacaq. Bu bizim deməli OpenComb Yaginin çox ucuzdur. Başlığı deyirəm, sap yox, sap şıldındır. Bunlar biraz cibinizə uyğun ala bilərsiniz. Müxtəlif metallardan hazırlanır. Şıld tərəfdən deməli alüminium ən ucuz materialdır. Çox yüngül. Həmin bu dizaynda birə-bir bunun kimi olan. Bu deməli paslanmayan poladdır, titandan olar, titan metaldan olar və bronz, bümüşdən olan deməli qulpları da var. Üstəgəl misdən olan qulpları və bütün qalan hissələr belə üz qırxan şıldda. Bu isə Yaginin başlığıdır. 15 manatdır, 16 manatdır hal-hazırda satış, amma endirimlərə düşəndə 12 manata da ala bilərsiniz, 11 manata da ala bilərsiniz. Baxın. Həm başlığın, həm sapın deməli AliExpress-də olan deməli dükanların keçidləri saxlayacağım bu videonun ayarlar bölməsində. Bu qədər deməli bir nəfər kommentlər yazılır, kifayət qədər çox komment yazılır. Bəyənənlər var, bəyənməyənlər var, çox sağ ol deyənlər var və bütün hallarda razıyam. Çox sağ olun ki yazırsınız, çox sağ olun ki varsınız. Böyük bir təşəkkürü bildirirəm və birini cavablandırıram. İlk mənim deməli bu video çəkilişlərə başlayanda bu klassik ıslaq tıraş üçün orada mən artıq cavablandırmışdım bu sualı. Deməli sual nədir ki, bəs biz bundan keçmişik indiki təzə zamananın bu bir tərəfə o kasetli üz qırxanlara ki, bunlar adamın üzünü kəsirlər. Deməli kəsməyinə görə qalsa, həmin o kasetli deməli o başlıq Gillette bilmirəm Fusion neçə. Mən onunla deməli böyümə istiqamətdə heç bir problem yox idi, amma burada çənin altında və yaxud yanlarımda üzümü qırxanda, yəni ki, üzüm bütöv qana bulaşırdı. Burada belə nöqtə-nöqtədir, amma o ilə, yəni sözün əsl mənasında qan idi. Ona görə ən zəhləm getdiyim iş məhz tıraş idi və tıraş olunurdum həftədə bir dəfə, ən yaxşı halda 4 gündən bir dəfə belə. Amma ıslaq klassik tıraşa gəldikdən sonra artıq o problem qaldı arxada, keçmişdə və bu çapıqların sayı çox-çox azalıb. Niyə görə belə olurdu? Mənim öz üz dəri strukturası elədir ki, tez bir zamanda travmaya meyillidir. Yəni ki, dığır-dığırdır. O ki, deməli, saqqal cütdür və belə deyək, tüklərin, bilmirəm indi, qanlığı çoxdur, nədir, bilmirəm. Axır dərini altından çıxanda, bu, belə deyək, mənim saqqalım dərini qaldırır, dığır-dığır edir. Biz də üzümüzü qırxanda onu zədəliyirik. Əsasən də əksinə qırxanda, çünki onlar da hansısa istiqamətə böyürlər. Biz də onun kökündən vırırıq, dəri qarışır. Ona görə də o mikroçapıqlar alınır. Sözün qısası, deməli, üstünlük nədir? Bu tevari, klasik tevari ilə indiki kaset o tipli, o Gillette'lər, bilmirəm, hər kimdirsə onlar. Onlar bir çərçivənin içindədir o tiyələr və hansısa bir, belə deyək, müəssisə təyin etdiyi bir bucaq altında, nə qədərsə çıxıntı ilə, filanı ilə və o siz üzünüzə qoyanda, artıq siz bir hərəkət edə bilmirsiniz. O sizin üzünüzdə oturub, çünki o çərçivənin içindədir. Heç bir manövrəyə artıq yer qalmır. Yer qalmır və siz məcbur olaraq artıq belə nə varsa odur. Üstəgəl hər bir belə hərəkətdə burada bir tiyədir. Orada 3 və yaxud 2 və yaxud 5
tiyə birdən-birə sizin üzünüzdəki bu saqqalları kəsir. Saqqal qarışıq dərini də kəsir. Burada bir dənədir. Hər bir belə bir hərəkətdə bir dəfə hərəkət edir bu tiyə. Amma o kasetdə olanda 5 ədəd. Hər belə edəndə bir 5 oldu, bir də elədiniz 10 oldu, bir də elədiniz 15 oldu və dəriyə ziyandır. Üstəgəl, burada bucaq seçimi var. Yəni ki, siz gördünüz ki, sizə biraz aqressiv gəldi, bucağı qaldırırsınız, azaldırsınız. Yəni özünüzə uyğun edirsiniz. Yəni ki, hiss elədiniz, burada çapıq salırsınız, biraz bucağı azaldırsınız, çoxaldırsınız. Beləliklə, yəni ki, kontrol altında saxlayırsınız tıraşı. Əgər yeni dəzədə alırsınızsa, orada artıq problem düşünmürəm ki, bu üz qırxanda da artıq problem sizdədir. Və fərqi yoxdur, hansı ən aqressiv belə deyək, üz qırxanlar var. Üz qırxanların da spesifikasiyaları var, yoldaşlar. Yəni, belə deyək, klassik tıraşda variasiyalar çox genişdir. Bir belə deyək də, üz qırxanı alsanız tevarini, yəni bucaqla, üstəgəl tiyələri dəyişməklə siz tıraşın, belə deyək, nəticənin nə tərəfə yönələcək, onu idarə edə bilirsiniz. Bunları siz o kasetli üz qırxanlarda edə bilmirsiniz. Bir çox tiyələr var, bir çox. Rapira, nə bilim, bu ciletlər, platinumlar, silverləri o qədər çoxdular ki, yəni sayı hesabı yoxdur. Brentlər, Fezer, Big, nə bilim, Yegipetin, bu Misirin bir çox böyük çeşidi var, Pakistanlıların bir çox çeşidi var tiyələrin, Çinlilərin, Hindistanın, yəni ki onları keçirdib bu üz qırxana test edə bilərsiniz, nə kimi nəticə alırsınız. Amma ən əsası bucaq məsələsi üstəgəl. Üz qırxan tevardən tevariyə bizim kanalda video var. Çalışaram, söz vermirəm, çalışaram haradasa bu yanlarda keçid həmin videoda izah olunur ki, spesifikasiya nədir? Üz qırxanın deməli tiyə ilə deməli bu alt biltənin arasında olan deməli aralığa qət deyilir. O qətin məsafəsi təsir edir. Üstəgəl bütöv gövdədən, burada bir xətt çəksək, gövdədən çölə çıxmaq nə qədər tiyə çıxır, ekspozisiya adlanır. O da modeldən modelə fərqlənir. Bir modelin içində deməli bu plitələri dəyişirlər, yəni bir neçə plitə olur. O qəflə ekspozisiyaya təsir edirlər, yəni ki, istehsalçılar. Yəni o qədər biz irəlidəyik bu tevarilər mövzuda. Klassik tevarilər mövzuda da burada yenə də deyirəm, spektr çox böyükdür, yəni variasiyalar çox böyükdür. Əgər bizim kanalı izləsəniz, bu mövzular haqqında hər dəfə danışılır və videolar kifayət qədərdir və həmin o plitələrlə tənzimlənən üz qırxanlar, çəprəzvari üz qırxanlar çoxdur, yəni ki, mövzu çox böyük mövzudur. Amma kaset belə deyək, maraqlı nə var axı, nə var orada hər dəfə eyni şey, heç bir belə deyək, variasiya yoxdur və yaxud o köpüyü pıs elədiniz, qoydunuz. Hansı ki, başdan ayağa belə deyək, konservantlardır, təzyiq altında saxlanır, kimyəvi maddələr həddindən çoxdur. Bu isə təbii deməli sabundur, piydən hazırlanır, yağlardan hazırlanır. Ya bu yağ olur bitki yağı, ya heyvan yağı. Gələvi ilə reaksiya və aromatizatoru əlavə edib bununla da qutardı. Bu sabunların müddəti var, saxlama müddəti. O müddəti keçəndən sonra artıq sabun deməli öz qoxusunu filanı itirir. Amma yenə də spesifikasiyalar pis olmur, yəni uzun müddət qalır. Məndə elə sabunlar var 5-6 ildir, hələ də normaldırlar. Çox danışdım, elə bil ki videoda uzanır. Sadəcə olaraq həmin o kommentə hələ çox geniş bir cavab, video cavabı etdim. Çox təəssüflər ki, bəlkə də o sual yazan heç baxmadı axıra kimi bu videoma, amma yenə də dinləyək. Ümid edirəm ki, siz bu videonu maraqlı tapasınız, görəsiniz, çox xahiş edirəm. Nəyi? Bir də deyirlər ki, nöş bez radio, subscribe yoxdur, sonra başqa dillər, daha qloballaşma. Yoldaşlar, qlobal məkanda, YouTube məkanda kifayət qədər blogerlər ən qədərdir və tamaşaçılar da kifayət qədər belə deyək aktivdirlər, fəaldırlar.
Rusiyadır, İngilislərdir, Almanlardır, İtalyanlar, Fransızlar kifayət qədərdir. Mən də durub onlara qatılsam, yəni mən orada hələ belə balaca belə notka kimi görsənəcəm, gəmi kimi balaca belə xırda. Onlar gigantlardır. İnanın ki, yəni ki, mən burada sizə çalışıram maarifləndirmə xarakteri. Heç bir burada brendi falan reklam etmirəm. Sadəcə çeşidini göstərirəm, variasiyanı göstərirəm falan. Deyirlər ki, subscribe et, yəni o funksiyanı aktivləşdir. Elədim, misal üçün, Azərbaycan dilini tanımır YouTube, çox təəssüflər olsun. Və yenə də deyirəm, mən birbaşa rus dilində apara bilərəm, biraz əziyyət çəkib, ingilis dilində də danışıb bu videonu təqdim edə bilərəm. Amma bizim hem yerlərimiz, niyə görə mən Azərbaycanlı başlayacağım danışmağa rus dilində və yaxud ingilis dilində ki, mən qloballaşım, öz mənafiyəliyimi qoruyum. Yox, yəni özüm inkişaf edeyim. Niyə? Qoy hem yerlərimiz də bilsin, maariflənsin, biraz da belə deyək, dünya görünüşü deyəndə ki, dünya görünüş olmur. Amma yenə də belə deyək ki, bu kimi seçimlər var, İslak Klasik Tiraj. Bütün kişi xeyirlağalar, yəni əksəriyyəti 140-ır və mənə elə gəlir ki, bu kifayət qədər maraqlı mövzudur və heç nə etməyəcəm. Qalacağım bu Azərbaycan dilində, aparacağım axıra kimi bu blogu. Sağ olun yoldaşlar, gələn görüşlərə dək sağ olun.